Salam əziz şagirdlər və eyni zamanda müdavimlər. Bugünkü mövzumuz Süleyman Sani Axundovun Nurəddin hekayəsidir. Gəlin birbaşa əsərimizin forma xüsusiyyətlərinə baxaq. Əsərimiz epik növdə hekayə janrındadır və ideyası da yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq isə hər kişinin işidir və yaxud da ki, pislik müqabilində də yaxşılıq edə bilən insanlar, böyük insanlardır tipli fikirlər ola bilər. Əsərimizin forma xüsusiyyətlərini yadda saxlayandan sonra artıq bu hekayəmizin birbaşa izahına və təhlilinə keçə bilərik. Nurəddin əsərində nədən söhbət gedir? Hadisələr Hacı Nəsirin həyatı ilə əlaqələndirilir. Yəni Hacı Nəsirin həyatı ilə başlayır. Hacı Nəsir yaşlı bir kişidir, tacirdir və bildiyimiz kimi varlı bir insandır və yoldaşının adı da Həlimə idi. Bunların uşağı dünyaya gəlmirdi. Bir müddət sonra Allah bunlara uşaq verir. Uşağın adını qoyurlar Nurəddin. Və uşaq dünyaya gələndən sonra fəqir füqərə pul və xörək paylayırlar. Bəzi məqamlarda, əsərlərdə olur ki, məsələn, uşaq dünyaya gəlməmişdən qabaq nəzir niyaz verilir. Necə ki, Məzlum dünyaya gəlməmişdən qabaq el eləmişdilər. Amma bu əsərimizdə ondan sonra verilir. Və günlərin bir günü Hacı Nəsir Nurəddin dünyaya gələndən sonra körpünün altından keçəndə Rəhim adlı bir dənə adamı ağlayan vəziyyətdə görür. Səbəbini soruşur. Rəhim də deyir ki, mən xırdavat satıb 300 manat pul qazanmışdım ki, gəlib buradan mal alım. Amma gəldim 300 manatımı uğurladılar. Və Hacı Nəsirin ona ürəyi yanmışdı və götürüb 300 manat vermişdi. Demiş ki, sən imkanın olsa qaytararsan. Və axşam olanda Rəhim gəlmişdi onların qapılarına. Gülüstan adlı, Sədinin Gülüstan adlı kitabını vermişdi. Balaca bir kitab idi. Və Hacı Nəsirin arvadı Həlimə də həmin kitabı belə parçaya büküb Nurəddinin boynundan asmışdı. Bax, Gülüstan kitabı Rəhimin yazdığı kitab deyil. Bu, Sədinin yazdığı kitabdır. Çox gözəl kitablardan biridir. Sonra zaman keçir, Nurəddin 8 yaşına çatır, məktəbə gedir və məktəbdə birinci yeri tutur, məktəb birincisi olur. Həlimə də günlərin bir günü həmin ərəfələrdə hamamdan çıxır. Hamamdan çıxandan sonra soyuq vurur. Soyuqlayandan sonra Həlimə dünyasını dəyişir, xəstələnir, dünyasını dəyişir. Həlimə dünyasını dəyişəndən sonra təbii ki, Nurəddin biraz pis olur, amma sonra dərslərindən geri qalmır. Və aradan müəyyən qədər zaman keçəndən sonra Hacı Nəsir şəriki ilə görüşə gedəndə yaxınlıqdakı kənddən İmamverdi adlı tanışını ziyarət edir. Və onun Gülpəri adlı qızını görür orada. Gülpəri, əsərdə onun portreti var. Deməli, balaca boy, yumru sifət, eybəcər, qarışın bir dənə qız idi. Və Hacı Nəsir elə orada da Gülpəri ilə evlənməli olur, yəni evlənir. Daha doğrusu sevib evlənmir də. Sadəcə uşağına baxan bir qadın istəyir öz həyatında, ona görə ana kimi gətirir onu evə. Burada testə düşən məqamlar nələrdir? Baxın, İmamverdi Hacı Nəsirin şəriki deyildi, sadəcə olaraq tanışı idi. O şəriki ilə görüşə gedəndə İmamverdi ilə görüşmüşdü, ayrı-ayrı məsələlərdir bunlar. Daha sonra Gülpəri ki, necə ki, gəldi və gəlin, çox qəddar rəftar edirdi ev üzvlərindən. Məsələn, Hacı Nəsirin 10 illik bir dənə xidmətçisi var idi. Gülpərinin rəftarına dözməyib işdən çıxmışdı. Amma bir dənə xidmətçisi vardı, adı Bahar idi. Bahar isə Nurəddini sevdiyi üçün, Nurəddinin yanında qalsın, onu tək qoymasın deyə o dözürdü Gülpərinin zülümlərindən. Hacı Nəsir də bunu görürdü ara-ara. Yəni görürdü ki, həqiqətən də Gülpəri zalımdır. Peşman da olmuşdu evliliyindən, amma daha neynəsin ki, evlənmişdi də. Günlərin bir gündə Hacı Nəsir gəlir evdə görür ki, Gülpəri Nurəddini döyür. Hacı Nəsirin, necə deyərlər, əsəbləri tarıma çəkilir və ona deyir ki, səni qovacağım bu evdən. Bu əsnasında gedir bazara. Bazara gedəndə qəfildən Hacı Nəsir ürəyi tutur və Hacı Nəsir dünyasını dəyişir. Nurəddin kimdən baş-başa qalır? Gülpəri ilə. Və Gülpəri başlayır Nurəddinə çox yaxşı rəftar eləməyə. Nurəddinə də bunun səbəbi çox maraqlı olur. Elə bilir ki, Gülpəri dəyişib onun ölümündən sonra. Amma Bahar gəlir Nurəddinə deyir ki, ay bala, Gülpərinin sənə yaxşı rəftar eləməsi səbəbi atandan sənə qalan mülkdür. Sən sağ olduqca bir qəpinə toxuna bilməz, vərəsəlik məsələsi var da, ona görə səndən mehriban rəftar edir. Yəni, Nurəddini bu işdən Bahar xəbərdar edir. Bura səhvən Gülbahar yazmışam, onu bir dənə düzəldək. Deməli, kim xəbərdar edir? Bahar xəbərdar edir. Və bir gündə bu Gülpəri gəlib Nurəddinə deyir ki, kəndə gələcək, istəyir ki, atasının yanına qayıtsın. Əşyalarını yığır, Bahar fikirləşir ki, Baharda gedəcək, amma Bahara aparmırlar. Gülpəri Baharda deyir ki, sən şəhərdə qal, evi səndən başqa kiməsə tapşıra bilmərəm. Gülpəri atasına məktub göndərir ki, vağzalda onu qarşılasınlar, amma vağzala gəlir görür ki, nə atası, nə də yaxınlarından heç kim yoxdur.
Elə nökəri Cəfərə tapşırır, 2 dənə fayton tuturlar, birini özləri əyləşirlər, birinə də əşyaları qoyurlar, başlayırlar dağ meşə yolu ilə kəndə tərəf üz tutmağa. Amma Gülbahar qorxurdu, çünki meşə yolunda quldurlar olurdu və həmin quldurlar onların qarşısından kəsə bilərdilər. Və elə də olur, biri qarşılarını kəsir. Burada Gülbahar görür ki, qarşısından kəsən Əmiraslandır. Cəfər qışqırır ki, bizik də. Gülbahar da qışqıraraq gəlir, danışırlar. Əmiraslan keçir Gülbaharla gizli söhbət eləməyə. Əmiraslan kimdir? Siz də indi fikirləşərsiniz ki, hardan tanıyırlar Əmiraslanı? Əmiraslan Gülbaharın əmisi oğlu idi. Ailənin tək uşağı idi və İmamverdinin kiçik qardaşının oğlu idi. Tanrıqulunun oğlu idi. Və Tanrıqulu onu çox ərköyün böyütmüşdü. Tək uşaq olanda elə olur da, istər-istəməz. 9 yaşında onu ərköyün böyütmüşlər, 9 yaşında molla yanına qoyurlar. Amma 3 gün sonra məktəbdən qaçır, nadizlik eləyir. Daha sonra Tanrıqulu onu şkolaya qoyur, Ruslan Asığı məktəbinə. Orada da yoldaşlarından birini yaralayır deyə onu oradan qovurlar. Və İmamverdi də fikirləşirdi ki, bütün bunların günahı Tanrıquludakı övladını belə şit böyüdü. Daha sonra 16 yaşına çatında ata-anası dalbadal vəfat eləyir. Və Əmiraslan götürür onların vəfatdan qalan hər şey kefə qumara xərcdir. Bütün mal dövləti yeyir, talayır və yoxsullaşandan sonra Gülpəri ilə evlənməyə fikrinə düşür. O vaxta qədər Gülpəri umurunda türklər demiş deyildi. Amma İmamverdi buna icazə vermir, çünki bilir də bu nə hərifdir, necə insandır. Yəni Əmiraslan belə bir adam idi. Əsərdə də 2 nəfərin uşaqlığına yer verilir. Bir Əmiraslan uşaqlığından danışılır, bir də Nurəddinin uşaqlığından danışılır və bir-birindən tam tərs obrazlardır bunlar. Belə bir adamdan söhbət gedirdi. Əmiraslan belə bir insan idi və bunlar Gülpəri ilə getdilər kəndə. Kəndə gələn 3 gün sonra Gülpəri evdən qaçdı Əmiraslana ərə getdi, kəbin kəsdirdi. Niyə qaçdı? Çünki atası qoymurdu, evlənsin Əmiraslanla. Əmiraslanı tanıyırdı. Və Nurəddini aparmadı. Nurəddin də sevinirdi ki, İmamverdi baba ilə qalacaq. Çünki İmamverdi həqiqətən Nurəddinə yaxşı rəftar edirdi. Yəni ağsaqqal bir kişi idi. Amma qısa zaman sonra Gülpəri gəlir, Nurəddini də aparır və Əmiraslanla elə bir yerdə Nurəddinin mülkünü xərcləyirdilər. Elə ki, Əmiraslan kefə qumarı xərcləyirdi, ora-bura xərcləyirdi. Bu günlərin bir günü İmamverdi baba hisslə iflic oldu. Dili tutuldu, danışa bilmədi. Nurəddin bir gün fikirləşirdi ki, gedib babanı ziyarət eləsin, görsün halı, əhvalı necədir. Və bu axşam yatır, səhər oyanır. Səhər çağı o görür ki, məsələn, Gülpəri ilə Əmiraslan söhbətləşirlər bağda. Nəsə sui-qəsd söhbətidir. Yəni danışırlar ki, onu belə quyuya ataq filan eləyək fəsməkən. Fikirləşir ki, onu öldürməkdən danışırlar. Fikirləşir ki, bunlar İmamverdi babadan onu öldürməkdən danışırlar. Amma görür ki, Əmiraslan Nurəddinin adını çəkir. Nurəddinin rəngi ağarmağa başlayır, qorxur. Yəni sən demə bu sui-qəsd planı Nurəddin barəsində imiş. Və planın bütün təfərrüatını əsərdə Əmiraslan danışır. Əmiraslan deyir ki, onu atarıq quyuya, heç kimin xəbəri də olmaz necə öldü. Malı, necə deyirlər, sənin üstündə qalacaq. Və Nurəddin bunu eşidən kimi daha fikirləşir ki, İmamverdi babanın yanına gedə bilmərəm. Çünki getsəm belə, yenə də bunlar gəlib məni oradan götürəcəklər. Və ona görə qaçır meşəyə tərəf, gecə ağacda yatır. Səhər gözünü açır, görür ki, quşlar filan orada cəhcəh vururlar. Aşağıda da bir nəfər onu görür. Ona deyir ki, bala düş aşağı. Həmin adam kimdir? Cənnətəli. Cənnətəli bir dilənçi idi. Amma yaxşı insandır deyə Nurəddinə soğan çörək verib qarnını doyurur. Nurəddin də deyir ki, mən filan şəhərə getməliyəm. Orada mən filan kəsin yanına, məni orada Baharın yanına apar filan fəsməkən. Ümumiyyətlə, bunlar gedirlər şəhərə doğru. Təqribən bir 12 günlük yoldan sonra gəlib şəhərə çatırlar. İndi Nurəddin bir ara Cənnətəlinin yanında qalır. Cənnətəli Nurəddin dilənməyə göndərir. Özü xəstə idi deyə. Bax, dilənməyə göndərməsinin səbəbi onun məcburiyyətlə get dilən demək deyil. Xəstə idi deyir ki, sən get dilən. Nurəddin də çox həyalı olduğu üçün kimsəyə əl açmır. Elə biraz gedəndən sonra küçənin ortasında yıxılır yerə. Gələn faytonlardan biri Nurəddini vurur. Orada onun başına adamlar yıxırlar. Nurəddini qoyurlar Rəhimin faytonuna. Oradan da gətirirlər Rəhimgilə. Rəhim də artıq yazıcı gəldi kimdir? O Gülüstan kitabını Nurəddinə verən, hədiyyə eləyən həmin adamdır. Artıq maddi vəziyyəti düzəlir filan, yəni qazancı da yerindədir. Həyat yoldaşının adı Rəhimədir. Rəhim Nurəddini sağaltmaq üçün şəhərin ən məşhur cərrahını gətirir və cərrah deyir ki, problem yoxdur. Yəni bir müddət qısa bir zaman sonra yaraları sağalacaq.
Və həmin əsnada Rəhimə, yəni Rəhimin həyat yoldaşı Nurəddinin boyunda, məsələn, paltarlarını dəyişəndə filan boyunda görüb parçaya bükülmüş bir kitab var. Onu açıb görür ki, həmin Gülüstan kitabıdır. Soruşurlar adını, görən Nurəddindir. Deyirlər bala biz səni axtardıq elə. Onu Rəhim götürür övladlığa. Övladlığa götürəndən sonra onu məktəbə qoyur. Elədir, yəni orta məktəbə qoyur. Nurəddin başlayır məktəbdə oxumağa. Hətta o qədər gözəl valideyn olurlar ki, Rəhim və Rəhimə. Məsələn, Nurəddin istəkləri də yerinə gətirir. Məsələn, Cənnətəlini gətirib, paltalarını dəyişib, bağçaya bağban eləyirlər. Baharda Nurəddinin yanına gəlir. Və aradan təqribən 10 il keçir. Və 10 il sonra Nurəddin məktəbi bitirir. Nurəddin məktəbi bitirəndən sonra, necə deyirlər, məktəbi bitirmə gününü qeyd edirdilər. Bir də görürlər, Nurəddin dostlarını yola salından sonra biraz gəzir parkda. Qaydını bir də görürlər ki, bir dilənçi qadını gətirib evə. Dilənçi qadın kim olsa yaxşıdır. Bəli, artıq o daşlar yerinə oturur. Həmin dilənçi qadın Gülpəri idi. Gülpəri, sən demə, öz dilindən biz bunları eşidirik. Elə Əmir Aslanla bir yerdə yaşayandan sonra Əmir Aslan bütün mülkü tələf eləyir, qumardazı filan oynayır. Hər şey əldən çıxandan sonra Gülpərini də atır kənara, özü də gedib qaçaq dəstələrinə qoşulur. Sonra dövlət tərəfindən tutulub edam edilir. Gülpəri də ondan sonra nə olsa yaxşıdır, təbii ki, qarnını doyurmaq üçün dilənçiliyə başlayır. Və Nurəddin də indi Gülpərini görür orada. Görün necə bir qəhrəman gəncdir ki, Gülpəri ürəyi yanır, gətirir evə. Yəni ona himayəlik eləməyə. İndi Rəhim də bunu görür, Rəhim ona deyir ki, halal olsun oğul. Yəni sən atan mənə yaxşılıq eləmişdi deyə, yəni o yaxşılığı qaytarmaq üçün belə bir yaxşılıq edib səni övladlığa götürdüm. Amma sən bir pisliyin qarşısında yaxşılıq elədin deyir. Bu daha dəyərli bir şeydir. Əsərin ideyası ona görə zaten yaxşılığa yaxşılıq hər kişinin işi, yamanlığa yaxşılıq hər kişinin işidir. Həyat da belədir dostlar. Yəni əsl kişi, əsl qəhrəman o insandır ki, o pisliyin müqabilində yaxşılığını davam eləsin, yaxşılığını qorusun. Yəni yaxşılıq müqabilində yaxşılıq eləmək, yəni insanların 90%-ni edə biləcəyi şeydir. Əsərin də bizə bunu başa salmağa çalışır. Əsərdə Əmir Aslanın xüsusiyyətlərinə, Nurəddinin xüsusiyyətlərinə və Gülpərinin xüsusiyyətlərinə fikir vermək lazımdır. Xronoloji ardıcılığı müəyyən qədər bilmək lazımdır. Belə, ümid edirəm ki, sizə faydalı oldu. Əsəri orijinaldan da oxumağı, yəni dərslikdə olan hissələrdən də oxumağı tövsiyə edirəm. Növbəti çəkilişlərdə görüşənədək videonu bəyənməyi və kanala abunə olmağı yaddan çıxarmayın. Hələlik. Ürəyimiz böyüdü, evlərimiz balaca. Gecə tezi əcəl bizi tapacaq. Biz